Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin iştirakı ilə baş tutan yubiley mərasiminin məntiqi davamıdır. Əlavə edib ki, son illərdə Milli Kitabxananın fonduna daxil olan kitabların 30%-i Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən nəşr olunan çoxsaylı elmi əsərlərdir. Bu nəşrlərdən kitabxananın oxucuları daim bəhrələnirlər. Kərim Tahirov Milli Kitabxananın hər il bir sıra biblioqrafiyalar çap etdiyini və bu biblioqrafiyaların Azərbaycan elminin inkişafında, ammiyə alimlərinin tədqiqat fəaliyyətində mühüm rol oynadığını söyləyib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli ammiyanın 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında yüksək səviyyədə təşkil olunan kitab sərgisinə görə Azərbaycan Milli Elmlər Akademiyasının oxucuları və kollektiv adından Milli Kitabxananın direktoru professor Kərim Tahirova təşəkkürünü bildirib. Akademik Azərbaycan Milli Kitabxanasını ölkəmizdə ikinci akademiya adlandırıb. Azərbaycan Milli Kitabxanasının biblioqrafiyaşünaslıq elminin mərkəzi olduğunu və ən qiymətli elmi əsərlərin, nadir kitabların qorunub saxlanıldığını söyləyib. Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metrovveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ammiyanın prezidenti akademik İsa Həbibəylini təbrik edərək akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar. Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan Azərbaycan Milli Elmlər Akademiyası 80 adlı elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub. Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan Azərbaycan Milli Elmlər Akademiyası 80 adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.